Yəni ki, əzizlərim, mənim də yaradılmağımın bir səbəbi var və onu da deyim ki, siz məndə günah və qüsur axtarmaq yerinə özünüzə fikir verin. Sizin çaşdığınız yerlər əslində elə çaşmaq istədiyiniz yerlərdir. Siz yaxşı iş görməkdən danışırsınız. Deyirsiniz ki, xeyir əməl etmək, yaxşı iş görmək, insanlara yardım etmək lazımdır. Halbuki pis işin qarşısını almaq lazım olan yerdə pis işi başlı başına buraxıb sadəcə sonradan yaxşı iş görmək tamamilə lazımsız bir şeydir. Ümumiyyətlə, əksər hallarda yaxşı iş görmək, xeyirxahlıq etmək, insanlara yardım edib əl tutmaq demək olar ki, həmişə artıq edilməməli olan bir şey olub. Əslində, insan övladı düzgün olmayan, qanunsuz, pis və günah dolu vəziyyətlərə müdaxilə etməyə özündə ərdəm göstərsəydi, xeyir əməl etməyə heç bir ehtiyac qalmazdı. Yaxşı işlərin görülməyinə ehtiyac məhz pis işlərin vaxtında qabağı alınmadıqda yaranır. Yaxşı əməllər əslində vaxtında qarşısı alınmamış pis işlərin nəticəsidir. Yəni, xeyir əməl pis işin biz törəməsidir. İnsan elə bir alçaqdır ki, pis işlərin qabağını vaxtında almayıb, sonra onun törəməsi olan o yaxşı işi minnətli eləyir və özünü fəzilətli sayır. Yəni, əgər siz vaxtında qorxaqlıq və tənbəllik etməyib pis işlərin qarşısını alsaydınız, bugün xeyir əmələ heç bir ehtiyacınız qalmazdı. Və onu da deyim ki, pis işin qarşısını almaq, sonradan onun fəsadını kompensasiya etməkdən daha yaxşıdır, çünki zərər çəkən olmur. Amma siz alçağın uşaqlar bilirsiniz ki, pis iş baş verdikdən sonra müdaxilə etmək həm daha az risklidir, həm də sizə daha çox hörmət qazandırır. Mən insanlara pis iş gördürmürəm. Pis işi siz cındırlar öz ağlınızla eləyirsiniz. Mən əksinə sadəcə sizə yaxşılıq etməyi aşılayıram. Sizə pis iş etdirən mən deyiləm, amma siz pis iş görəndə qoymuram kimsə gəlib sizə mane olsun. Sadəcə kimsə pis işin qarşısını almaq istəyəndə ona deyirəm ki, indi sakit dur, sən də zərər görə bilərsən, həm də o pis adamla düşmən olarsan. Qoy o öz işini görsün, sonra əzlənə yardım eləyərsən və sən qəhrəman olarsan. Beləliklə, ən yaxşı yaxşılıq, yaxşılığa ehtiyac duyulmayan bir dünyanı təmin etməkdir. Siz isə o qədər cındırsınız ki, qəhrəman görünmək üçün yaxşılıq edəcəyiniz o fürsəti gözləyirsiniz. Bir çox yaxşı adamlar əslində yaxşı deyirlər. Onlar pis adamın alçaqlığından özünə qəhrəmanlıq payı götürən it uşaqlarıdır. Həqiqətən yaxşı olsaydılar, vəziyyətin bu bərbad hala düşməyinə imkan verməzdilər. Mən insana yaxşılıq etdirən bir varlığam. Mən insana şərdən necə xeyir götürmək olar onu öyrətdim. Neçə cındıra pis işə göz yumdurdum. Sonra onlara o əzləni tutub qaldırtdırdım, ayaq üstə dikətdim və o cındır hamının gözündə mərd göründü. Yadınızda saxlayın, birinci pislikdən daha murdar olan bir şey varsa, o da birinci pisliyə baxıb, o alçaqdan sonra gəlib yaxşılıq edəndir. Çünki alçağın ardından gedən haqsızlığa susacaq qədər alçaq, ardınca isə özünü qəhrəman göstərəcək qədər ikiyüzlüdür. Nə qədər ki, yaxşılıqdan dəm vurulan bir dünyada yaşayırsınız, bu dünya heç vaxt düzəlməz. Çünki yaxşılıq şərin törəməsidir. Şər olmasaydı, yaxşılığa da ehtiyac duyulmazdı. İnsana yaxşılıq aşlamaq yerinə yaxşılığa ehtiyac duyulmayan stabil bir dünya qurmaq prinsipini öyrətmək lazım idi. Mən həmişə insana yaxşılıq öyrətdim. Halbuki yaxşılığa ehtiyac duyulan o dünyanın özü elə cəhənnəmdir. Və onu da deyim ki, yaxşılıq özü ən alçaq hissi bəsləyən egoizmin yağlı tikəsidir. Çünki bir çox insan həmişə ətrafındakı insanların çətinə düşməsini istəyir ki, gedib yaxşı əməl etsin və öz egosunu şəkilsin və bilin, agah olun, bir şeytan kimi sizə sözüm olsun, mən insana yaxşılıqları həmişə öyrətmişəm. Mən insanı pisliyə yox, başqalarına şər dilədib, sonra onlara yaxşı əməl etdirməklə həmin insanın anasını ağlar günə qoymuşam. Mən pisliyi yaratmırdım, sadəcə insan öz ağlı ilə pislik edirdim. Mən isə o pislikdən sonra yaxşılıqlar etdirirdim. Mən o yaxşılıqlardan pis insanlar meydana, həmin o yaxşılıqlardan pis insanlar meydana gəlirdim. Mən işimi pisliklə görmürdüm, mən xeyirdən şər çıxarırdım. İnanın mənə, sizin gözünüzdə neçə xeyirxalq adam var ki, onlar əslində mənim əmrimlə yaxşılıq edirlər. Onların Allahla heç bir əlaqəsi yoxdur. Onlar kaftarlardan geri qalan leşi yeyib bitirən quzğunlardır. Alçaq adam pislik etdirirdi. Mən isə o cındır adamlara get öz çirkli adını yu deyirdim. Mən xeyirxahlıq yolu ilə neçə cındırı hamının gözündə kişi kimi göstərdim. Sizin bugün çörək verən xeyir əməl adlandırdığınız bir çox adamlar əslində sizə günahlarını belə verməzdilər. Sadəcə mən onlara pıçıltı etdim. Əgər desəniz ki, mən yalan danışıram, onda bilin, nə vaxt ki istəmisiniz və yaxud da eşitmisiniz ki, kimsə dara düşüb, sırf özünüzü həmin adama göstərmək üçün canla başla ona kömək etmək keçib könlünüzdən. Demək, həmin an sizə pıçıltı etmişdim. Mənəm insanlara dara düşəndə dost danışıb köməyə səsləyib insana əl tutduram.
Çünki mən xeyirdə şəri bitirirəm. Mən həmişə deyirsiniz ki, mən insanları azdırmışam. Halbuki insana abırdan, həyadan danışıb, saxta bir mədəniyyət yaradıb öz adamlarımı, yəni sizin əxlaqsız adlandırdığınız insanları sizin içinizə soxub, sizi elə o saxta mədəniyyətlə yıxan mənəm. Çünki aşkar cəmiyyətdə pislik iyi verərdi. Mən isə o xəstəliyi saxta əxlaqla yaydım. Mən kişiyə o fahişəni ömürgün yoldaşı kimi saxta mentalitetlə soxan şeytanam.